Herkese salam. 2025'i xilas edirəm gün 30-a, xoş gəlmisiniz. 30 gün 30 fərqli məndə bu gün gələcəkdəki özümüzə məktub yazırıq və bununla da 30-cu günümüz tamamlanır. Və bu günlər sizə yeni ilə bağlı diləklərimi demək istəyirəm və yazdığım məktubdan biraz danışmaq istəyirəm. İlk olaraq onu demək istəyirəm ki, bu 30 gündə mənlə bərabər olub məni izlədiyiniz üçün təşəkkür edirəm. Başda ölkəmiz olmaqla ümid edirəm ki, hər kəs üçün uğurlu, xeyirli, düşərli bir il olar. Hər kəs nə arzu edibsə, nə dilək tutubsa, nə xəyal edibsə, hər birinə çatar, amma ən yaxşı şəkildə çatar. Çünki bəzən istədiyimiz şeylərin sonradan düz olmadığını bilirik. Ona görə hər kəsin arzusu ən xeyirli şəkildə, ən olmalı olduğu şəkildə və Allahın planına uyğun gerçəkləşər inşallah deyə sizin üçün arzu edirəm. Və yenidən istədiyiniz hər nə varsa, hər birinin nəsibiniz olmasın arzu edirəm. Və bununla da 30 gün birlikdə kitabda oxuduq, yeməkdə bişirdik, nə bilim, planetdə doldurduq. Hər şey elədik. Yəni əslində daha dolu-dolu bir 30 gün planlamışdım bu serini beynimdə hazırlayanda. Amma mən həmişə deyirəm, beynin içi qarma-qarışıq olur. Əlbəttə ki, elə insanlar var və mən düşünürəm ki, onlar şanslı insanlardır ki, beyinlərinin içi qarma-qarışıq deyil, rahat şəkildə planı elə orada qurub, elə orada da tətbiq edə bilirlər. Amma mən o insanlardan deyiləm. Mən gərək ki, yazım ki, o səliqəli şəkildə gözümün önündə olsun, mən bilim ki, nəyi necə eləmək lazımdır. Ona görə bu seridə etmək istədiklərimin çoxunu etdim, amma yenə də eləmək istədiklərim var idi. Onları eləmədim. Biraz tənbəllikdən, biraz bayramlı dolu-dolu, özümə çox vaxt ayıraraq keçirmək istədiyimdən, biraz universitet dərslərinin olduğundan, sərbəst işlər və s. Ona görə hamısını olmasa belə 80%-ni yenə də elədim. Yəni mənim üçün maraqlı bir seri idi. Bir də belə eləyərəmmi bilmirəm. Bunun üçün gəlin ilin dekabr ayını gözləyəcəyik ki, belə bir şey olacaqmı yoxsa? Amma yenə də çox əyləndiyim, hər gün nəsə fikirləşib çəkdiyim və hər şeyi gün-günə elədiyim bir marafon idi. Yəni demək olar ki, heç bir gün məncə, səhv xatırlamıramsa heç bir gün, yəni əvvəldən hazırlamamışam. Elə hamısını həmin gün çəkirdim və onu düzəldincə, arxasına səs yazınca, hazırlayınca gecə olurdu atmaq. Amma yenə də hər gün günü-gününə atdığım üçün çox xoşbəxt hiss edirdim. Bundan geri onu demək istəyirəm ki, belə fikirlərimi bölüşməkdə çox xoşuma gəldi. Demək ki, mən danışmağı həqiqətən də sevirəm, fikirlərimi bölüşməyi həqiqətən də sevirəm. Əslində bu marafondan bir daha da təsdiqləmiş olduq. Burada da gələcəkdəki mənim üçün məktub yazıram, amma belə uzun bir gələcəyə getmədim. Yəni nə 5 il sonra, 10 il sonrakı mənə getmədim. Sadəcə 2026-dakı mənə getdim. Bu da necə oldu? Sosial mediada bir dənə video görmüşdüm. Deməli qız video çəkib, 2024-də çəkib, suallar verib, 2025-də də onu cavablayır. Mən də hədəf olsun deyə yox, həqiqətən öz hisslərim üzərindən 2026-dakı məni necə hiss elədiyini, başına nə gəldiyini, qoyduğu planlardan hansını reallaşdırdığını, hətta məzun gününün necə keçdiyini falan, yəni içimdən nə gəldisə 2026-dakı məndən soruşdu. Çünki 2026-dakı mən 2025-dəki mən nə hiss elədiyini bilir, amma 2025-dəki mən 26-dakı mən nə hiss elədiyini bilmir. Ona görə də düşündüm ki, 2026-dakı mən üçün 2025-dən bir nümunə qoyum. Ona görə də belə bir məktub hazırladım. Ora bütün hisslərimi, duyğularımı yazdım və üstünə də tarix qoydum. Əgər ki, gələn il yenə belə bir marafon eləsək, onda birlikdə oxuyacağıq. Məncə hamısını oxumağı planlayıram gələn il. Amma belə bir marafon təbii ki, təşkil edəcək. Ümumilikdə mənlə bir yerdə marafona qoşulduğunuz üçün təşəkkür edirəm. Yaxşı ki, varsınız. 53 ya da 54 nəfərlik balaca bir ailə olduq burada. Buna görə də minnətdaram. Və əziz ailəm, əziz dostlarım, hər zaman yanımda olduğunuz üçün sizə də minnətdaram. Ümid edirəm ki, hər kəsin yeni ili könlüncə ürək istədiyi kimi gələr. Siz də gələcəkdəki iliniz üçün məktub yazmağı unutmayın. Sağ olun. Növbəti ildə daha maraqlı proyektlərlə görüşmək üzrə.